Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün sizinlə Bakı qurabiyəsi reseptini bölüşürəm. 200 qram otaq temperaturunda yumşalmış kərə yağını mikserlə yaxşı ağarana kimi qarışdırırıq. Sonra üzərinə 100 qram şəkər kirşanı əlavə edirik. Bir paket vanilin, 2 yumurtanın ağını sarısından ayırırıq. Qaba əlavə edirik, bir çimdik də duz əlavə edib yaxşı ağarana kimi qarışdırırıq. ...350 qram unu hissə-hissə əlavə edirik. 1 çay qaşığı qabartma tozu əlavə edirik. Onu da qeyd edim ki, 350 qram un 200 ml-lik stakanla 3 stakan edir. Belə bir başlıqdan istifadə edirik. Sıxma torbasına yerləşdirib xəmirə əlavə edirik. Soba sinisinə yağlı kağızı yerləşdiririk və çalışırıq ki, xəmirləri eyni ölçüdə sıxa bilək. Bunun üçün qalın sıxma torbası istifadə etmək lazımdır. Xəmir çox da yumuşaq olmadığı üçün nazik torba istifadə edilən zaman partlayır. Əgər xəmiri yumuşaq hazırlasaq, sobaya qoyduğumuz zaman yayılır. Barmağımızı suya batırıb xəmirin ortasında belə oyuqlar açırıq. Və istənilən cemlə oyuqları doldururuq. Mən albalı cemindən istifadə etdim. Əvvəlcədən qızdırılmış 200 dərəcəli sobada alt-üst rejimdə altı qızarana kimi bişiririk. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.